Elə bir fikir yayılıb ki, mənə görə, bu mənə görə məsələsi müsibət həqiqətən. Mənə elə gəlir, bu belə deyilmi? Bu buzuna yaxşı olmazmı? Demək istəyirəm ki, bu 4 məsələnin qarşısında, müqabilində bütün fikirləri qoymaq lazım kənara. Sənin və mənim fikrim İslam deyil. Sənin və mənim fikrim şəriət deyil. Bizə görə bu cür olmalıdır ki, səmi'nə və ata'nə, eşitdik və itaət etdik. Eşitdik və iman etdik. Biz müsəlmanların üzərinə düşən budur. İman əhli bu cürə deyir. İz qale lehu rabbuhu əslim, qale əsləmtu li rabbil alemin. İbrahim aleyhisselam haqqında Allah subhanahu buyurur ki, bir zaman Rabbi ona təslim ol dedi. O da dedi ki, təslim oldum alemler Rabbi olan Allah'a. Əsləmtu li rabbil alemin. Fikir verin. Təslim oldum, tabi oldum alemlerin Rabbi olan Allah'a. Ona göre barakallahu fikum bu meseleni yığıştırmaq lazım. Mənə görə məsələsi təhlükəli məsələ. Biz kimik ki bizim özümüzün fikirlərimiz olsun şəriətin müqabilində. Quran-ı Kerimdən bir aya gələrsə, Muhammedin sallallahu aleyhi ve sellem sünnəsindən və həmsinin icma yəni sahabelər və bir də ki Rabbani alimlər. Subhanallah, biraz önce dediyim kimi elə bir vaxta çatmışıq ki, bəzən olur ki, insanların özlərinin beyinlərində belə bir mədrəsə qurublar, insanlar özləri üçün. Bir məsələ gəlir, şərii bir məsələ, sonra onu beynindəki mədrəsəyə daxil eləyir. Əgər o mədrəsədə münasibdirsə, muvafiqdirsə, onun beynindəki olan fikirlərə qəbul edir. Muvafiq deyilsə qəbul edəmir, subhanallah. Lakin bu təhlükəli məsələ, Allah korusun. Dediğimiz gibi barakallahu fikum, müminlerin, müsəlmanların halı nazır olmalıdır. Semi'ne ve ata'ne, eşittik ve itaat ettik. Kitaba geldikdə Allah subhanahu wa ta'ala buyurur ki, وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِكُلِّ شَيْءٍ وَهُدًا وَرَحْمَةً وَبُشْرًا لِلْمُسْلِمِينَ. Biz Kur'an'ı sana her şeyi izah etmek için Müslümanlara da bir hidayet, merhamet ve müjde olarak nazil ettik. Fikir verin ayete. Biz Kur'an'ı sana, yani Muhammed'e sallallahu aleyhi ve selleme, biz Kur'an'ı sana her şeyi izah etmek için, yani Kur'an-ı Kerim'de her bir şey izah olunup, مَا فَرَّتْنَا فِي الْكِتَابِ مِنْ شَيْءٍ. Başka bir ayda Allah Teala buyurur ki, biz kitapta hiçbir şey gözden kaçırmadık. Müslümanlara da bir hidayet ve merhamet, müjde olarak nazil ettik. Bu kitap hidayet kitabıdır. Kim isterse ki hidayet üzerinde olsun ve hidayet üzerinde yaşasın, hidayet üzerinde bu dünyadan köçsün, bu kitaba tabi olmalı lazım. Yani Allah'ın kitabına. Subhanahu ve Teala. Başka bir ayda Allah Subhanahu ve Teala buyurur ki, اِنَّ هَذَا الْقُرْآنَ يَهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ. Hakikaten bu Kur'an en doğru yola yöneldir. İnne hâzel Kur'ane yehdi lilleti hiye akvam. Hakikaten bu Kur'an en doğru yola yöneldir. Subhanahu ve Teala'nın kitabı. Kim isterse hidayet yolunda olsun, mütlak tikinədir. Kur'an-ı Kerim'den bərk yapışsın. Necə ki Ebu Bakır Es-Sicistani rahimehullah, İmam Ebu Davud'un oğlu buyurur ki, temessek bihablillah vettebi'ul huda. Allah'ın kitabından bərk yapış, hidayet yoluna tabi ol. Ve la teku bid'iyen la'allaka tuflihu. Bidətçi olma ki, nədir? Nizah tapasın. Bidətçi olma ki, nizah tapasın.